İmam Hüseyin ağanın Ərəfə duası var. Kərbəlayı deyir: İlahi səni itirən nəyi tapıb, səni tapan nəyi itirib. Bir şey ki sən varsan, hər şey var. Bir şey ki sən yoxsan, hər şey var olsa da yoxdur əslində. Bu insana yaşamağı öyrədən, həyatı başa salan, ciddiyyətini öyrədən bir mətləbdir. Dua edirik. Kimdən istəyirik? O necə bir əzəmət sahibidir. Peyğəmbər kimi bir kamil əxlaq, innəkə lə'əla xuluqin əzim, sən əzəmətli əxlaq sahibisən. Nə deməkdir? Yəni sən bütün cəhətdən insan bacarığının ən kamilinin müəllifisən.